Burada inanın belə qadınlara baxırsan, ərindən orta yaş ətdi. İndi böyle bir gün mənim zamanım olmurdu. Burada heç mən yəni Tuluzda başqa Parisdə zətdə görmüşəm o Topçubaşov qəbrini ziyarətə getmişdim. Orada görmüşəm. Yəni Fransız qəbristanlığı. Bir de burada bir nəfər Azərbaycanlı dünyasını dəyişdi. Onda da burada gittim Ərəb qəbristanlığına dəfn elədilər onu. Yəni müsəlman qəbristanlığıdır. İnanın, yəni orada yani Fransızlarda olan səliqə yoxdur, düzdür. Amma mən Fransız qəbristanlığında oldum. Orada ölənlərin demək olar ki 99 heç orada rast gəlmədim. Deyək ki cavan, gənc hansısa bir ölüm var. O ancaq deyək ki şeydən veya avtoqəzadan falan nədənsə yəni başına nəsə gələ bilər. Elə ola bilər. Yoxsa qalan hamısı baxırsan 80 yaşında əl-ələ tutub gedirlər. Adam baxırsan, fikirləşirsən ki, yəni yadıma düşür ki bizim ata-babalarımız o vaxtı yəni 70-80-ci illərdə mən onları heç görmədim ki, yan-yana əl-ələ tutub da geçsinlər. Yəni yaşlı vaxtlarında da. Məsələn, mənim nənəm, babamla mənim yaxşı yadımdadır. Yəni o biri qabaqda, biri arkada giderdi. Yəni bu da o Çanakkala döyüşü. Biz de Azərbaycanda yəni müharibədən sonra dul qalanlarla zaten bağlayırdılar onları. Amma indi baxın bu İlham Əliyev onun nümunəsini göstərir. Yəni mehribandan hara gedir, əl-ələ tutub gedirlər. Yəni güya xoşbəxt ailə. Halbuki mən eşitdiyimə görə onlar ümumiyyətlə bir yerdə yaşamırlar.